Stalinin sevgilisiyle gizli eşq yaşamaq marşalın həyatı bahasına başa gəldi. Zadegan nəslindən olan çılğın və yaraşıqlı marşal Tuxaçevskiyə qadınlar heç vaxt biganə qalmayıb. Böyük teatrın aktrisası Vera Davidova ilə tanışlıqdan sonra marşalın bağ evində gizli görüşlər başlayır. Lakin birlikdə keçirdikləri romantik gecələr, mehmanxana görüşləri Stalinin əlaltılarının gözündən yayınmır. Stalin aktrisanı bağına dəvət edib ona Tuxaçevski ilə görüşməyi qadağan edir. Buna baxmayaraq onlar ayrılmır. 1937-ci ildə aktrisa Finlandiyadan qastroldan qaydanda vağzalda onu Stalinin katibi Paskrebişev əlində gül buketi ilə qarşılayır və satqın marşal Tuxaçevskinin güllələndiyini deyir. Xəbərdən sarsılan Vera müvazinətini itirir, elə vağzaldaca yerə oturur. Ertəsi gün Stalinlə aktrisa görüşür. Stalin ona bildirir ki, qurduğu dövlət xəyanəti sevmir. İstər dövlətə qarşı, istərsə də qadınlara qarşı. Tarixçilər isə qeyd edir ki, Tuxaçevskinin güllələnməsinin əsl səbəbi antisovet fəaliyyəti deyil, məhz Stalinin bu amansız qısqanclığı olub.